Asiya ölkələrinin birində 90-cı illərdə belə bir fenomen başladı. Veriliş gedir və 24 saat ekranın yanında balaca bir ekranda bir adam başı sizinlə bir yerdə televizora baxır. Məsələn, gülməli yerdə gülür, hərdən heyrətlənir, kədərli yerdə kədərlənir. Belə bir kontentə baxan insanı tam blue pill adlandırmaq olar. Çünki düşünmə qabiliyyəti belə yoxdur. Bilmir gördüyünə ağlasın, gülsün və ona o balaca ekrandakı adamın başı lazımdır. Və bugün internetdə hər yerdə bunu görə bilərsiniz. İnsanlar başqa birinə baxır ki, nə hiss edəcəyini anlaya bilsin. Niyə belədir, birazdan biləcəksiniz, amma ilk öncə sirkdən çıxmalıyıq. Red pill prosesi bir neçə mərhələdən keçir. Mərhələlər isə bunlardır. Gəlin indi step by step ayı timsalında bunu görək. Məmnuniyyətsizlik. Ayı sirkin içində tam xoşbəxtliyinə çata bilmir. Arada ağzına qənd atırlar, sevinir, amma ümumi götürəndə yarımçıqdır, özünə yer tapa bilmir. Rusca belə bir ifadə var. Чувствую себя не в своей тарелке. Özümü öz qabımda hiss eləmirəm. Türkçədə kendimi yabancı gibi hissediyorum. Bunlar hamısı nədir? Ayının meşədən ayrı düşməyinin simptomlarıdır. Ayı ormanı görməsə də onun yoxluğunu hər addımda hiss eləyir. Əynindəki insan paltarı onu sıxır, ya caynaqları velosipedi tutanda narahat olur, hiss edir ki, bu caynaqlar sanki velosipedi tutmaq üçün yaranmayıb.